Realdasınız. Biz sizə Qazaxdan xəbər veririk. Hazırda olduğumuz yer isə Fəxri Qazaxlılar Parkıdır. 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə İdman həftəsi çərçivəsində keçirilən tədbirlər davam etdirilir. Hazırda olduğumuz Qazax şəhəri isə 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilib və artıq sabah rəsmi açılış mərasimi olacaq. Açılışda Gənclər və İdman Naziri Fərid Qayıbov, rayon icra hakimi və nümayəndəlikləri rəsmi şəxslər iştirak edəcəklər. Tədbir çərçivəsində parad təşkil olunacaq. Parad Ədəbiyyat Muzeyindən başlayacaq və Heydər Əliyev Parkında başa çatacaq. Eyni zamanda tədbirdə çıxışlar olacaq və çıxışlardan sonra isə bildiyiniz kimi 2025-ci ilin idman paytaxtı Qəbələ idi. Estafeti Qazaxa ötürəcək və buna görə də onlar İdman paytaxtının açarını rəsmi şəkildə Qazaxa təqdim edəcəklər. Hazırda isə artıq media nümayəndələri üçün İdman həftəsi çərçivəsində Qazaxa tur təşkil olunub və tur çərçivəsində onlar Qazaxın tarixi memarlıq abidələri ilə, eyni zamanda burada doğulmuş, böyümüş dahi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə ətraflı şəkildə tanış olurlar. Onu da qeyd edeyim ki, İdman həftəsi çərçivəsində olan tədbirlər martın 2-dən start götürüb və bu minvalda olan tədbirlər deməli Azərbaycan məşqçilərinin birinci forumu, eyni zamanda media nümayəndələri arasında 3-cə basketbol yarışları və s. tədbirləri nümunə gətirmək olar. Artıq həftə ərzində də bu tədbirlər davam etdiriləcək. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Siz isə realı izləməyə davam edin.